Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Rəşad qardaşımızı təbrik edirəm. Allah mübarək eləsin onun bu izdivacını. Və qardaşımıza Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yeni evlilərə etdiyi duanı deyirəm. Bərakallahu lək və bərəkə aleyh və cəmə beynəkümə fi xeyr. Ümumiyyətlə, qardaşlar, evlilik dinimizdə tək adət deyil. Yəni, yalnız adətdən ibarət deyil. Evlilik dinimizdə insanın həyatında onun dini üçün çox önəmli olan bir mərhələdir. Və ona görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm evliliyi dinin yarısı adlandırıb. Fikir verin, dinin yarısı. Və bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İzə təzəvvəcəl mər'u fəqad istəkmələ nisfə dinihi. Əgər bir kişi evlənərsə, artıq dininin yarısını tamamlamış olur. Fəliyyəttəqilləhə fin nisfil bəqi. Qoy digər yarısında da Allahdan qorxsun. Yəni, digər yarısını yerinə yetirməkdə də Allahdan qorxsun. Nə üçün İslam dini evliliyə bu qədər önəm verir? Nə üçün İslam dini evlənməyi dinin yarısı bildirir? Yarısı olduğunu bildirir. Alimlər bildirirlər ki, çünki necə ki bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirir ki, kim mənə bu iki şeyi dilini göstərir və həmçində bildirir ki, kim mənə dilini və həmçində övrət yerini qorumağı, yəni haramlardan qorumağa zəmanət verərsə, mən ona cənnəti zəmanət verərəm. Və insan da evləndikdə artıq özünü neyinir? Zinadan qorumuş olur, haramlardan qorumuş olur. Bu açıqlamalardan biridir. Digər açıqlama isə alimlər qeyd edirlər ki, ümumiyyətlə şeytan insanı əsasən iki yolla azdırır. Birincisi, şübhələrlə, yəni insanı şübhələrə salmaqla dini barədə. İkincisi isə şəhvətlə. Və əgər insan ailə qurarsa, evlənərsə, artıq şeytanın qapılarından birini bağlamış olur. Və məhz buna görə də İslam dini evliliyi dinin yarısı olduğunu bildirir. Yəni bildirir ki, İslam evlənmək dinin yarısıdır. Və həmçinin insan evlənərkən əgər əməli salih zövcə ilə evlənərsə, əməli salih zövcə ona ahirəti qazanmaqda yardım edər. Və necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşurlar ki, ey Allahın elçisi, eyyül məli nəttəxid, yəni dünya neymətlərindən, dünya malından nə əldə edək, nəyi əldə etməyi məsləhət görürsən? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Liyyəttəxid əhədukum lisanən zəkiran və qalbən şəkiran və zəvcətən müminətən tu'inu əhədəkum əmral əxirə fi əmril əxirə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, qoy sizlərdən biri Allahı çox zikr edən dil, Allaha şükr edən qəlb və həmçində ona, insana, yəni kişiyə ahirəti qazanmağa yardım edən mömin zövcə əldə etsin. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur ki, dünya naz neymətlərdən ibarətdir.
və dünya nemətlərindən ən yaxşısı əməli salih zövcədir. Və ona görə evlənmək bu baxımdan dinin yarısı sayılır. Və Allahdan istəyirəm ki, Allah Teala qardaşımıza bu evlilikdə xoşbəxtlik nəsib etsin, ona əməli salih zürriyyət nəsib eləsin və Allah Teala bərəkət versin bu evliliyə. Həmçinin qardaşlar, biz Ramazan ayındayıq və bugün artıq Ramazan ayının yarısını tamamladıq. Və istərdim ki, bu barədə də bir nəsiyyət edim həm özümə, həm də sizə. Ümumiyyətlə, sələflər Ramazan ayı azaldıqca ibadəti çoxaldardılar. Və baxın, bugün artıq Ramazan ayının yarısı tamamlandı. Halbuki dünənləri biz Ramazan ayını qarşılayırdıq. Fikir verin, necə tez gəlib keçdi. Və bu da uca Allahın əyyəmən mə'dudət, yəni Ramazan sayılı günlərdir ayəsinin təsdiqidir. Çünki mə'dudət nə deməkdir? Sayılı günlər, yəni sayıla bilən, barmaqla sayıla bilən günlərdir. O şey ki, barmaqla sayıla bilir, o tez qutarır, tez bitir. Və biz də təcrübə ilə, yəni ümumiyyətlə şahidi oluruq ki, həmişə Ramazanın son günləri, yəni 15 yarısından sonraki günləri əvvəlki günlərdən daha tez keçir. Və buna görə də biz nə etməliyik? İlk növbədə özümüzü hesaba çəkməliyik. Yəni artıq Ramazanın yarısı yerdə qalır. Özümüzü hesaba çəkməliyik. Yəni bu Ramazanın 15 günü keçdi. Bu 15 gündə biz Allaha layiqincə ibadət etdikmi? Layiqincə Quran oxuduqmu? Sədəqə verdikmi? Zikr elədikmi? Quran oxuduqmu? Əgər insan görsə ki, bəli, bu 15 gündə Allaha kifayət qədər, yəni kifayət qədər sözsüz ki, mümkün deyil, yəni bacardığı qədər ibadət edir, bilsin ki, bu Allahın ona lütfüdür, mərhəmətidir. Və buna görə nə etməlidir? İlk növbədə Allahdan qəbul istəməlidir, yəni Allah onun bu ibadətlərini qəbul etsin ondan. Çünki əsas məsələ ibadət etmək deyil, əsas məsələ bu ibadətin qəbul olmasıdır. Və qəbul edən də Allahdır. Və Allahdan qəbul istəməlidir, arxain olmamalıdır ibadətin çoxluğuna. Və həmçində nə etməlidir? Davam etməlidir, Allahdan sabitlik istəməlidir. Yəni bu ibadətləri davam etməkdə Allahdan sabitlik istəməlidir. Yox, əgər insan bu ötən 15 gündə naqisliyə yol veribsə, hansı ki halımız budur, yəni əsl halımız budur. Əgər naqisliyə yol veribsə, nöqsanlara yol veribsə, kifayət qədər ibadət etməyibsə, o halda nə etməlidir? Növbəti 15 gündə çalışmalıdır, bunları tamamlasın. Çünki Rəbbimiz bağışlayandır. Rəbbimiz Allah Teala ona dönməyi, dönən qulunu sevir. Əgər Allah Teala günah edəni tövbəsini qəbul edirsə, hətta böyük günah sahiblərinin belə günahlarını qəbul edir, tövbəsini qəbul edirsə, o ki qaldı nöqsanları, keçən 15 gündə hansısa nöqsanlara görə Allaha dönəni Allah Teala qəbul edəcək. Allah sevir ki, qulu ona dönsün. Ona görə nə etməliyik, qardaşlar? Allaha dönməliyik. Allaha dönməliyik və əvvəlki günlərdə etdiyimiz səhvləri növbəti 15 gündə etməməliyik. Çünki növbəti 15 gün, qardaşlar, Ramazan ayının yarısı keçib, lakin ən fəzilətli günləri qabaqdadır. Ən fəzilətli günləri qabaqdadır. Qarşıda son 10 gecə gəlir. Qədir gecəsi gəlir. Və sələf alimləri, əgər biz sələflərin həyatına baxsaq, görürük ki, sələflər Ramazanın
15 günü daxil olduqda, yəni 15 gündən sonra Ramazanın son 10 günündən, 10 gecəsinə neyinlə hazırlaşırdılar. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də Ramazanın son günlərini daha çox ibadətlə geçirir. Bayaq qeyd edədiyim kimi, yəni sələflər Ramazan azaldıqca ibadəti çoxaldırdılar. Və qarşıdan son 10 gecə gəlir. Ramazanın son 10 günü gəlir. Və bu günlərin ən fəzilətli günlərdir. Bu günlərin içində Qədir gecəsi var. Və ona görə insan neynəməlidir? Çalışmalıdır. Bu son günlərdə daha da artırmalıdır ibadəti. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm necə ki hədisdə gəlir, Ayşə radiyallahu anha deyir ki, son 10 gecə daxil olduqda bel bağını bərkilərdi, yəni ibadətdə çalışardı, ailəsini oyadardı, ailəsini ibadətə oyadardı. Və ümumiyyətlə, demək, bu son 10 gün barədə, demək, bu Qədr gecələri barədə İnşallah gələcəkdə qarşı növbəti dərslərimizdə ətraflı danışacaq. Sadəcə indi əsas məqsədim o idi ki, biz qəflətdən oyanaq, əməllər sonuna görədir. İnnəməl əməl bil xavatim, sonuna görədir. Əsas olan gözəl sonluqdur. Əsas olan Ramazanı gözəl şəkildə tamamlamaqdır. Və Allahdan istəyərək ki, Allah təala bizə Ramazan ayını ibadətlə, itaətlə keçirməyi nəsib eləsin gözəl şəkildə. Allah təala bizi bağışlanan qullarından etsin bu ayda. Qardaşımızı bir daha təbrik edirəm. Allah mübarək eləsin onun bu izdivacını. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. على سيدنا نبينا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonrasında hər birinizə uca böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsib edirəm. Həqiqətən də uca böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Və ilk öncə mən sizin səhvkar olan Rəşad qardaşınızı təbrik edirəm. Və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem yeni aile kuranlar için dua ederek buyuran ki Barakallahu leke ve barak aleyke ve cemen beynekuma fi kheyr. Əziz qardaşım, Allah Taala sənin bu evliliğini xeyirli, bərəkətli, faydalı və nə ki xeyirlər varsa həm səni, həm zövcəni bu xeyirlərin üzərində cəm etsin. Və həmçinin dua edirəm ki Allah Subhanahu Taala sənə, ailəyə xeyirli, zürriyyət, salih övladlar bəxş etsin. Və dua edirəm ki, Allah Subhanahu Taala həm səni, həm ailəni, həm bütün müsəlmanları ailələri ilə bir yerdə cənnətin ən yüksək məqamı olan Firdevs cənnətinə yerləşdirsin. Və biz gözəl bir ailəyik, Ramazan ayındayıq və Ramazan ayı fəziləti, dəyəri, qiyməti Peyğəmbər sallallahu aleyhi ve sellem həmçinin səhabələrin yanında çox böyük. Biz onlara baxanda görürük ki, onlar Ramazan ayı çox xüsusi bir şəkildə hazırlaşarlar və Ramazana yetişmək üçün Allah Subhanahu Taala dua edirlər. Çünki onlar Ramazana çatmamaq qorxusu var onlarda. Və onlar bilirlər ki, Ramazana yetişmək, Ramazana çatmaq nə deməkdir. Ona görə də bu ayı səbirsizliklə gözləyir və Allahdan bu aya yetişmələri üçün dua edir. Və elhamdülillah ki, Allah Subhanahu Taala bizi bu ayı çatdırıb. Və bu ayın artıq ortasındayıq. 15 günü artıq sondadır. Kim bu 15 gündə nə etdirsə, qazandısa Allah həmd etsin. Kim ki heç bir şey qazanmayıbsa, heç olmasa çalışsın ki, bu son 15 günündə nə etsin? İbadətlərini çoxalsın, tövbələri çoxalsın, Quran oxumaqdır, zikr etmək, dualar etmək. Çünki Ramazan ayı digər 11 aydan fərqlənir. Çünki Ramazan ayında nə etsən, digər 11 aydan daha savabı, fəziləti, mükafatı daha çoxdur. Ramazanda
verilən sədəqələr, Ramazanda oxunan Quran, Ramazanda edilən ümrə ziyarəti belə digər aylarda edilən ümrədən, ibadətlərdən nədir? Fərqlənir savabı baxımından. Ona görə də bu ayı gözəl bir şəkildə ibadətlə keçirməyi və həmçinin gözəl bir şəkildə sona çatdırmağı Allah Subhanahu wa Ta'ala diləyirəm ki, Allah Ta'ala bizim üçün bu Ramazanın sona qədər çatdırmağı asanlaşdırsın. Ramazan sözü, qardaşlarım, ra, mim, dal hərflərindən ibarətdir. 3 dənə hərfdən ibarətdir və mənası yandırmaq demək, yandırmaq, yandıran. Yəni, insanların günahlarını yandırdığı üçün ona bu ad verilmişdir, Ramazan sözü. Həmçinin bəzi təfsirçilər deyirlər ki, Ramazan sözünün mənası o əkinçilərin həsrətlə gözlədikləri bol və bərəkətli yağış mənasındadır. Bol və bərəkətli yağış, yəni insanın həyatına xeyir və bərəkət gətirdiyi üçün. Və Ramazan ayı yeganə aydır ki, Allah Subhanahu wa Ta'ala onun ismini Quran-ı Kərimdə zikr etmişdir. Bəqərə surəsində 182-187-ci ayətlərində Allah Ta'ala bu ayı zikr etmişdir və İslam təqvimi ilə 9-cu aydır Ramazan ayı. İslam təqvimi ilə Ramazan ayı 9-cu aydır. O ki qaldı oruç kəlməsinə. Oruç, yəni fars sözüdür. Həmçinin namaz da fars sözüdür. Yəni bunlar Allah və Peyğəmbəri sallallahu aleyhi ve sellem bizə dediyi o sözlər deyil. Yəni bunlar farslardan keçmək. Və oruç kəlməsinin mənası insanın həbs etməsi, tutması, saxlaması deməkdir. Və bilirsiniz ki, şəriətimizdə sözün lüğəti mənası var və həmçində şəriətdə olan mənası var. Yəni bunlar mütləq bilmək lazımdır və ayrı-ayrı şeylərdir. Ola bilər ki, lüğətdə bir kəlmə təhlükəli olmasın, amma şəriətdə o təhlükəli bir kəlmə olsun. Misal üçün, şirk sözü şəriklik mənasındadır lüğətdə, amma şəriətdə gəldikdə isə bu Allah Teala'ya şərik qoşmaqdır və ən böyük zülmdür Allah'a qarşı. Hansı ki Allah Teala bağışlamadığı bir günahdır. Və həmçində oruç kəlməsi də həbs etmək, saxlamaq deməkdir. Lakin şəriətdə mənası isə gün çıxandan, gün batana qədər yeməkdən, içməkdən və həmçində şəhvətdən insanın öz nəfsini həbs etməsi, saxlaması deməkdir. Şəriətdə bunun mənası budur. Və Ramazan ayı müsəlmanlara hicrətin 2-ci ilində Allah Resulü sallallahu aleyhi ve sellem Məkkədən Mədinəyə hicrət etdikdən sonra əmr edilmişdir. Bilirsiniz ki, 13 il Məkkədə dəvət etdikdən sonra 10 il Mədinədə və hicrətin 2-ci ilində oruç müsəlmanlara nə etmişdir? Fərz edilmişdir. Və həmçinin Ramazanın xeyirli və bərəkətli olmasının səbəblərindən bütün səməli kitablar, qardaşlarım, bu ayda nazil olmuşdur. Bildiyimiz Tövratdır, İncildir, Zəburdur, Quran-ı Kərimdir, İbrahimin suhuflarıdır, səhifələrin hamısı Allah Resulü sallallahu aleyhi ve sellem'dən gələn səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ramazanın 5-ci gecəsi İbrahimin səhifələri, 9-cu gecə Zəbur, Davuda nazil olan Zəbur, 15-ci gecə Musa'ya gələn Tövrat, sonra 19-cu gecə İncil, İsa aleyhissalama nazil olan və 25-ci gecə isə Allah Resulü buyurur ki, Quran-ı Kərim nədir, nazil olmuşdur. Ona görə bəzi alimlər də bu hədisə əsasən söyləyirlər ki, Qədir gecəsi 25-ci gecədir. 25-ci gecədir. Və biz artıq, əlhamdülillah ki, son gecələrə, son ən fəzilətli olan gecələrə yaxınlaşırıq. Bu da Ramazanın son 10 günüdür. Yəqin ki, qardaşlar tərəfindən günlər bəlli olandan deyiləcək hansı günlərdir. Yəni, cütdən təkə keçən gecədir. 21, 23, 25, 29-cu gecələrdir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və bu gecələri son 10 günü ibadətlə keçirməyi bizlərə tövsiyə edir. Çünki Allah Teala da Qədr surəsində 1000 aydan xeyirli olduğunu bizə buyurur. Yəni bu gecənin, yəni Qədr gecəsini 1000 aydan xeyirli olduğunu bizlərə buyurur. Və 1000 ayda hardasa insan hesablasan ömür nə?
82-83 il insan ömrünə bərabər. Ki, hansı ki, Allah Teala bu vaxtları, günləri, bu həftənin içində olan günlərdir, aylardır, müəyyən məkanlardır, yerlərdir. Allah Teala o şeyləri seçib müsəlmanlarsın. Başqa dinlərdə belə bir şey heç vaxt görməzsiniz. Bu ancaq İslam dinindədir. Hansı ki, Allah Teala müəyyən məkanlara, müəyyən yerləri məhz müsəlmanlar üçün seçir ki, müsəlmanlar o günü ibadət etməklə savablarını artırsınlar. Məsələn, Məkkədir, Mədinədir, xüsusi olaraq seçilmiş yerlərdir ki, hansı ki, orada edilən ibadətlər başqa edilən ibadətlərdən daha qat-qat üstündür. Həmçinin də həftənin cümə günüdür və yaxud da bu Ramazan ayıdır, hansı ki, Allah Teala tərəfindən seçilir ki, müsəlmanlar öz savablarını və mükafatlarını artırsınlar və bu da son 10 günün içərisində olan Qədr gecəsidir ki, bir gecədir ki, hansı ki, o gecə 1000 aydan nədir? Xeyirli, faydalı və bərəkətlidir. Və sonunda yenə də qardaşımızı təbrik edirəm. Allah Subhanahu taala onun müəssisini xeyirli, faydalı və bərəkətli etsin. Dua edirəm ki, Allah Teala bu ayda etdiyimiz ibadətləri, tutduğumuz orucları Allah Teala öz dərgahında qəbul buyursun. Çünki sahabələr Ramazan bitəndən sonra da 6 ay dua edirlər ki, ya Rabbi, bu ayda etdiyimiz ibadətləri qəbul buyur. Önəmli olan da o ibadətlərin qəbul olunmasıdır, qardaşlarım. Allah Subhanahu taala bizləri əfv etsin, bizləri bağışlasın. Qardaşı yenə təbrik edirəm. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahe illə ente, estağfiruke və etûbü ileyk.